Ay kişilər, uşaq pulu davası eləməyin, vallahi kişiyə yaraşmır. Mən bunu nə atamdan görmüşəm, nə qardaşımdan görmüşəm bu davanı, nə evimdə həyat yoldaşımı görmüşəm ki, bir də ağzını açsın desin ki, uşaq pulu. Kişi də uşaq pulu davası eləyər. Birincisi, sənin təhqir etdiyin Azərbaycan kişiləri öz namuslarını, qeyrətlərini, qız gəlinlərini ekran qabağına çıxardıb söydürməzlər. Sənin evindəki kişilərin uşaq pulu istəməməsi normaldır. Çünki onların gələn yeri var. Onların sənin kimi pul qazananları var. Halbuki Azərbaycan kişiləri o qədər izzətli, o qədər qeyrətli, o qədər həyalıdır ki, dövlətə demir ki, bizə pul ver. Dövlətə deyir ki, biz evi yoxdur, çətinlik yaşayarıq, sıxıntı yaşayarıq, ancaq bu uşaqlar yazıqdır. Bu uşaqlar kiminsə yanında gözü kölgəli olmasın. Sənin pislədiyin Azərbaycan kişiləri özlərinə sığışdırıb özləri üçün pul istəmir, uşaqları üçün pul istəyir. Heç bir ata istəməz ki, uşağı başqasının uşağının yanında gözü kölgəli olsun, başqasının uşağından pis geyinsin, başqasının uşağından pis yemək yesin, başqalarının uşaqlarından pis təhsil alsın. Kərbəla müsibətində də eyni bu hadisə baş vermişdi. İmam Hüseyin əleyhissalamın oğlu Əli Əkbər İmam Hüseyinə gəlib deyəndə, ata döyüşə bilmirəm, susuzluqdan yanıram, dodağım quruyub. İmam Hüseyin əleyhissalam ona dedi ki, get birazdan Cəddin Peyğəmbərin əlindən su içəcəksən. Həmin İmam Hüseyin körpələrin susuz qaldığını görəndə dözmür. 6 aylıq körpə Əli Əsxərini əlinə alıb düşmənin qarşısına gedir. Deyir ki, mənim sizdən su tələbim yoxdur, mən su istəmirəm sizdən. Bu uşağa yazığınız gəlsin. Bilirsiniz neynədilər? Həmin uşağı 3 şöbəli oxla vurub öldürdülər. Eyni Səidə kimiləri. Həzrət Abbas da uşaqlar üçün su gətirməyə gedəndə suyun içinə girir, ancaq bir qurtum belə içmir. Uşaqlar üçün su doldurur, aparır, yenə də qoymurlar. Həmin suyu uşaqlara çatdırsınlar. Biz özümüz üçün bir şey istəməməyi öz imamlarımızdan, öz böyüklərimizdən öyrənmişik. Biz istədiyimiz uşaqlarımızdır. Uşaqlarımız yaxşı təhsil alsın, uşaqlarımız yaxşı geyinsin, uşaqlarımız yaxşı yemək yesinlər. Kiminsə yanında gözü kölgəli olmasın. Şəxsən mən öz adımdan deyirəm, əgər dövlət uşaq pulu versə, uşaqlar üçün aldığım pulun bir qəpiyini belə özüm üçün xərcləmərəm. Xərcləsəm namərdəm. Biz əgər uşaq pulu istəyiriksə, bunu körpələrimiz üçün, uşaqlarımız üçün, gələcəyimiz üçün istəyirik.